2025-ci ildə ticarət bazarının daha çox rəqəmsallaşacağını düşünürəm və bazar daha çox sürətli olacaq. İlk 4 aya baxdıqda düşünürəm ki, növbəti aylarda bazar daha da sürətli olacaq. Belə bir sürətli bazarda uzun müddətli treyderlərdənsə artıq hər kəs scalpa yönələcək. Hansı ki, scalp da ən gözəl biz bazarıq. AI botlar artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Demək olar ki, köhnə işlərimdə marketinq sahəsində ən çox istifadə etdiyim alətlərdəndir. Hal-hazırda trading üçün də yeni AI botlar yaranır, hansı ki, xəbərləri özü oxuyub tez bir zamanda cavab verir. Bildiyiniz kimi 2025-ci ildə də kim bazara xəbərləri oxuyub tez bir zamanda qərar versə, o da qazanır. Ona görə AI botları öyrənmək çox vacibdir. Əsas bacarıqlar arasında psixoloji dözümlülük, risk idarə etməsi və texniki analizi bacarıqlarının olmasıdır. Ümid edirəm ki, hər kəs bu yeni AI botlardan, ümumiyyətlə yeni informasiyalardan istifadə edərək bu bacarıqları özündə cəmləndirib tez bir zamanda qərar verməyi bacarar və beləliklə profitable bir trader olar.